Nəqliyyat Mühəndisliyi və Texniki Fənlər Kafedrasının baş müəllimi Yadullah Həziyev. Bugünkü mövzumuz doldurma yüklərinin daşınmasıdır. Əksər digər nəqliyyat növlərində olduğu kimi, dəmir yolu nəqliyyatında da əsasən yük və sərnişin daşımaları həyata keçirilir. Biz bugünkü mövzumuza yük daşımalarına toxunacağıq. Dəmir yolunda daşınan yüklər, demək olar ki, yüklərin hamısı daşıma qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir. Yüklərin daşınması zamanı ümumi şərtlərlə yanaşı bəzi yüklər vardır ki, onların daşınması zamanı xüsusi şərtlərə mütləq riayət etmək tələb olunur. Bu yüklərə misal olaraq ölçüləri əndazədən kənara çıxan yükləri, partlayıcı maddələri, təhlükəli yükləri və s. göstərmək olar. Doldurma yükləri də bu qəbil yüklərdən hesab edilir. Doldurma yüklərinin daşıması zamanı da xüsusi şərtlər, tələblər vardır ki, daşıma zamanı həmin şərtlərə mütləq əməl olunması nəzərdə tutulur. Doldurma yükləri iki yerə bölünür. Təhlükəli olanlar və təhlükəli olmayanlar. Təhlükəli olmayan doldurma yükləri adi qaydalarla digər adi yüklərin daşındığı qaydalara müvafiq olaraq daşınır. Lakin bəzi yüklər, doldurma yükləri vardır ki, onlar təhlükəli yüklərdir. Bu yüklərin daşıması zamanı başqa yüklərdən fərqli olaraq xüsusi əlavə şərtlərə də riayət olunmalıdır. Belə ki, yükün adının və təhlükəsizlik dərəcəsinin daşıma sənədlərinə göstərilməsi, çən vaqonlarının doldurulması, boşaldılması və təmizlənməsi şərtlərinə, həmçinin boşaldılmış çən vaqonlarının geri qaytarılmasına aid yük sənədlərinin tərtib olunmasına birbaşa yük alan və yük göndərən məsuliyyət daşıyır. Doldurma yükləri dəmir yolunda əsasən dəmir yoluna məxsus çən vaqonlarında və yaxud da dəmir yolundan icarəyə götürülmüş, idarə və təşkilatlar tərəfindən icarəyə götürülmüş vaqonlarda daşınır. Bu yüklərə misal olaraq benzin, neft, mazut, spirt, su və başqa maddələri göstərə bilərik. Çən vaqonlarının tipinin seçilməsi. Neft məhsullarını daşımaq üçün çən vaqonlarının növləri daşınan konkret yükün xüsusiyyətinə əsasən seçilir. Bunlara emal olunmuş neft məhsullarının daşınması üçün istifadə edilən ümumi təyinatlı vaqonlar və xüsusiləşdirilmiş çən vaqonları aid edilir. Xüsusiləşdirilmiş çən vaqonları müəyyən növ, daha doğrusu konkret yüklər üçün nəzərdə tutulmuşdur. Bunlara misal olaraq xam neft, dizel yanacağı, liqron, mineral yağlar və digər maddələrin misal göstərə bilərik. Xüsusi və xüsusiləşdirilmiş çən vaqonları. Xüsusi və xüsusiləşdirilmiş çən vaqonları fərqləndirici rənglərə və yükün təhlükəsizlik xarakterini özündə əks etdirən trafaretlərə malik olmalıdırlar. Belə vaqonların kənarlarında müəyyən manipulyasiya işarələri olmalıdır. O cümlədən misal olaraq buna göstərə bilərik. Oddan təhlükəlidir, zəhərlidir, partlayıcıdır və s. Maye yüklərin doldurulması və boşaldılması dalan yollarda yerləşən qeyri-ümumi istifadəli ambar və s. yerlərdə, meydançalarda aparılır. Bu əməliyyatların ümumi istifadəli yerlərdə, yəni stansiyanın qəbul göndərmə, yük vurma, yük boşaltma yollarında boşaldılması zamanı dəmir yolunun yanğın xidməti ilə razılaşdırıldıqdan sonra dəmir yol hissəsinin rəisinin icazəsi ilə həyata keçirilir. Təhlükəli yüklərin yükləmə və boşaltma sahələrinin 24 saat işləməsini təmin etmək üçün yükləmə və boşaltma sahələri partlayışa davamlı işıqlandırma qurğuları ilə təchiz olunmalı və müəyyən edilmiş standartlara uyğun olaraq yanğın söndürmə avadanlıqları ilə təchiz olunmalıdır. Tez alışan mayələrin yükləndiyi və boşaldığı, lakin elektrik işıqlanması ilə təchiz olunmayan yükləmə və boşaltma sahələrində
birbaşa işıqlandırma cihazları kimi yalnız partlayışa davamlı bateriya ilə işləyən fənərlərdən istifadə edilə bilər. Təhlükəli yüklərin yükləmə və boşaltma sahələrindən 100 metr məsafədə siqaret çəkmək və açıq alovdan istifadə etmək qəti qadağandır. Təhlükəli yüklərin yükləmə və boşaltma sahələri milli qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, dəmir yolu anbarlarından, stansiya qurğularından, əsas yollardan, ictimai yükləmə boşaltma sahələrindən və yaşayış binalarından ən azı 100 metr, partlayıcı və zəhərli maddələrin yükləndiyi, boşaldığı və ya saxlandığı ərazilərdən isə ən azı 200 metr məsafədə yerləşdirilməlidir. Dediyimiz kimi, çən vaqonlarının üzərində müəyyən manipulyasiya işarələri olmalıdır ki, bunların yüklərin xarakterini və ya yüklərlə aparılan əməliyyatların ardıcıllığını həmin işarələrlə müəyyən etmək mümkün olsun. Doldurma yüklərini yükləyən zaman yüklərin manipulyasiya işarələrinin tələbləri də nəzərə alınmalıdır. Məsələn, ehtiyatlı olun, təhlükəli maddə, partlayıcı maddə və s. Bundan başqa, yükləmə zamanı yüklərlə davranış qaydalarını özünə əks etdirən manipulyasiya işarələrinə də diqqət yetirmək lazımdır. Məsələn, bəzi yüklərin götürülməsi zamanı qığılcımların baş verməməsi üçün qarmaqla birbaşa təmas etmək olmaz və s. kimi manipulyasiya işarələrindən istifadə olunmalıdır. Çən vaqonlarının doldurulma hündürlüyü. Çən vaqonlarının doldurulma hündürlüyü xüsusi təlimatlar və qaydalar əsasında müəyyən edilir. Bütün hallarda çən vaqonları qaydalar əsasında müəyyən edilir. Bütün hallarda çən vaqonları onların yük qaldırma qabiliyyətinə uyğun olaraq doldurulur. Müəyyən edilmiş səviyyəni ötməmək şərti ilə çən vaqonlarını onların yük qaldırma qabiliyyətindən 2 tona qədər artıq yüklənməsinə icazə verilir. Müəyyən edilmiş səviyyədən aşağı və vaqonun yük qaldırma qabiliyyətindən az yüklənmiş çən vaqonlarının daşınmaya qəbul edilməsinə istisna hallarda dəmir yol hissəsinin rəisi icazə verə bilər. Yük qaldırma qabiliyyətindən az yüklənmiş və ya tipindən asılı olmayaraq vaqonların texniki yükləmə normalarından az yüklənmiş vaqonların yüklənməsi üçün müəyyən miqdarda cərimələr nəzərdə tutulmuşdur. Çən vaqonlarında axma hadisələri də baş verir ki, bu zaman da çox diqqətli olmaq lazımdır. Belə ki, tünd neft məhsullarından başqa digər neft məhsullarında 1 dəqiqədə 60 damcı və daha artıq düşdükdə bu axma kimi qiymətləndirilir. Doldurma məntəqəsində çən vaqonunda axma müşahidə edildikdə yük göndərən yükü dərhal başqa vaqona və ya hər hansı başqa qaba yığmağa borcludur. Çən vaqonlarının ixtisaslaşdırılması. Əgər yük göndərənin çən vaqonuna yüklədiyi yük vaqonun ixtisaslaşmasına uyğun gəlmirsə və ya çən vaqonlarda daşınması qadağan edilən yükdürsə, stansiya həmin vaqonu yük göndərənə qaytarmalı və boş dayanmaya görə yük göndərəndən müəyyən məbləğdə cərimələr tuta bilər. Çən vaqondakı yükün miqdarının təyin edilməsi. Bildiyimiz kimi, çən vaqonlarında daşınan yüklər maye halda daşınır və bu yüklərin çəkisinin təyin edilməsi xüsusi qaydalar əsasında həyata keçirilir. Belə ki, çən vaqonlarındakı vaqonun içərisindəki yükün əvvəlcə biz həcmini təyin edirik. Həcmi təyin etmək üçün xüsusi xətkeşdən istifadə edirik. Metrştok adlanan bu xətkeş vasitəsilə vaqonun yuxarı bacasından həmin metrştok vaqonun içərisinə salınır. Döşəməyə toxunduqdan sonra mayenin hündürlüyünə uyğun həmin xətkeşdə hündürlüyün qiyməti götürülür və xüsusi cədvəllər vardır. Bu iki belə cədvəllər kalibrləmə cədvəli adlanır. Həmin cədvəldə
vaqonun deməli içərisindəki mayenin yüksəkliyinə uyğun onun həcmi təyin edilir. Həcm təyin edildikdən sonra mayədən nümunə götürülür və xüsusi cihaz aerometr vasitəsilə mayenin sıxlığı təyin edilir. Mayenin həcmini və sıxlığını bildikdən sonra fizika kursundan bizə məlum olan n bərabərdir rho vuraq v düsturu ilə cismin biz kütləsini təyin etmiş oluruq. Cismin kütləsi həmişə sabit kəmiyyət olur. Havanın temperaturundan asılı olaraq, ətraf mühitin temperaturundan asılı olaraq mayenin həcmi artıb azala bilir. Bu zaman həcm artdıqca, mayenin temperaturu artdıqca həcm artır. Həcm artdıqca mayenin sıxlığı azalır və lakin buna baxmayaraq n bərabərdir rho v düsturunda o iki bir-birinə əks olan kəmiyyətlərin hasili, yəni mayenin kütləsi dəyişməz qalır. Çən vaqonları yükləndikdən sonra onlar mütləq plomblanmalıdırlar. Əgər vaqonlar ümumi istifadəli yerlərdə, yəni dəmir yol stansiyasında, dəmir yolun meydançalarında, ambarlarının yollarında yığılmışdırsa, bu zaman həmin vaqonlara dəmir yolunun stansiyalarına məxsus plombirlərlə plomb vurulur. Xüsusi təyinatlı yollarda, belə demək mümkündürsə, qeyri-ümumi istifadəli yerlərdə, yəni təşkilat və müəssisələrə məxsus dalan yollarında əgər vaqonlar yüklənibsə, bu zaman həmin vaqonlar o müəssisənin, təşkilatın plombirləri ilə plomblanır və bu plombların hamısının nömrə ardıcılığı, təşkilatın adı orada öz əksini tapır və çalışmaq lazımdır ki, vaqonlar plomblanarkən həmin plombların göstəriciləri aydın oxunsun. Dəmir yolunda deməli yüklərin vaqonlarda, çən vaqonlarında daşınması zamanı mühüm əməliyyatlardan biri də yuyulma buxarlama stansiyalarında həyata keçirilir. Belə ki, boşaldılmış çən vaqonları doldurma stansiyalarına göndərilməzdən əvvəl boşaldıqdan sonra yuyulma buxarlama stansiyalarına göndərilir və həmin məntəqələrdə bu vaqonlar əvvəl boşaldılmış yüklərin qalıqlarından, kənar əşyalardan təmizlənir və sonra vaqonun içi yuyularaq təmizləndikdən sonra buxara verilərək digər gələcək yükləmələr üçün hazır vəziyyətə gətirilir. Müxtəlif növ alovlanan maddələrin qarışmamasının qarşısını almaq və keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq üçün çən vaqonları yükü daşımadan əvvəl yuyulur və buxara verilir. Xüsusən də çən vaqonlarında əvvəlcə yağ və tünd neft məhsulları, yəni mazut daşınıbsa və bundan sonra vaqonda açıq neft məhsulları daşınması nəzərdə tutulursa, bu zaman vaqonların yuyulub para verilməsi, buxara verilməsi mütləq bir əməliyyat olmuş olur. Reaktiv yanacaq xüsusi qayğı və stern hazırlığı tələb edir. Yəni onların daşınması zamanı bu yuma, buxarlama əməliyyatları daha dəqiq, diqqətlə yerinə yetirilməlidir. Dəmir yolunda biz qeyd elədik ki, mövzunun əvvəlində yüklər ya dəmir yoluna məxsus çən vaqonlarında, ya da dəmir yolundan icarəyə götürülmüş vaqonlar vasitəsilə daşınır. Əgər boşaldılmış çən vaqonları hansısa təyinat stansiyasına təhkim edilməyibsə və yaxud hər hansı bir təşkilat tərəfindən icarəyə götürülməyibsə, o zaman bu vaqonlar tam yük sənədləri ilə təyinat yerinə göndərilir. Dərsimiz haqqında bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.